narahatçılıq var ki, girmirəm. Sadəcə bu qədər deyirəm. Yenə də deyirəm, ay nə gözəl hədiyyədir bu. Şahseva, çox sağ ol. Narahatçılıq yaratdımsa üzr istəyirəm. Çox sağ olun maraqlandığınıza görə. Allah sizi var eləsin. Vallahi Allah hər zaman sizi var eləsin. Hörmətinizə görə də var olun. Başından əksik olmayın. Yenə də deyirəm, şəxsi idi. Ona görə də hər şeyi burada açıq bəzən demək olmur. Amma yaxşıdır hər şey. İnşükür Allaha ki, bizim TikTokdan yenə də söz deyirəm ki, əlavə Şahsiyevə çox sağ ol. Amma söz verirəm ki, bacardığım qədər sizi xəbərsiz qoymayacağım. Adelim, çox sağ ol, var ol. Sən olma, Eli, uşaqlar. Şahsiyeva, var olasan. Daha belə eləmə, inşallah. Eləmərəm. Nigum, necə qurban olaram bunlara. Canlarımın içləri. Yazıqında üstünə getməyim. Mən elə ifritəyəm, elə insanım ki, mən ondan, o mənə vara, xoşuma gəlməyən bir hərəkət etsəydi, vallah onu edərdim. Duyğu, kurban oldum. Nasılsın Duyğu? Ya, minnoşum. İşte de kurban olurum ben. Teşekkür ederim. Çok sağ ol. Allah seni var etsin. Naz deyir Seva. Naz deyiri Naz yayındadır. Tekrardan eyni şeyləri demək istəmirəm amma istə yerimi açdım uşaqlar, istə yerimi açdım. Tekrardan eyni şeylər demək istəmirəm amma dünənləri ekran kayıtları atdılar mənə. Bütün yayınlara gedib məni soruşmusunuz. Adel xanım, var olasan, çox sağ ol. Gözün yeşişib. Linza batıb. Dünən bütün yayınlarda məni soruşmusunuz, mənlə maraqlanmısınız. Heç nə demirəm, vallah. Heç nə demirəm. Çox möhtəşəmsiniz, vallah. Çox möhtəşəmsiniz. Allah sizi var eləsin, çox sağ olun. Yaxşı ki varımsınız. Üzürlü sayın yenə də. Orada bəziləri deyir ki, adı bu mızmızdır, qəsdəndən çıxır yayından. Allah hamd olsun, mən burada izləyicilər bilir ki, mən əgər xoşuma gəlməyən bir şey olsaydı, trip atardım, yayını girərdim, zəhlimar sifətində olardım. İndi diyanı pazlamaq vaxtıdır gəlib. Salam. Merhaba. Salam.